Uşaqda ürəyin zəif döyünməsi xəstəlik göstəricisi ola bilər? Bəli, təəssüf ki, anadan gəlmə ürək qüsurlarının bir işarəti də ola bilər, ürək zəif döyünmə. Ümumiyyətlə, gəlin belə sualca cavablandırım. Ürək döyüntü pozğunluğu var. Ürək ya tez döyünür, ya normal döyünür və ya çox döyünür. Bu orta çizgi var. Deyəlim ki, 60-90 arası, 100 arası ürəyin normal döyünmə payı biz sayırıq doma ölçərdə. Onu aşağı döyündüyü zaman ürək döyüntüsü zafiyyəti, zəifliyi, o birisi isə pozğunluğu, yəni yüksək sayırıq. Və dediyim kimi, bunlar olmasın deyə vaxtında araşdırmaq lazımdır. Səbəbi nədir? Ürək niyə zəif döyünür? Mənşə hardan qaynaqlanır? Onlar hamısı önəmli bizim üçün amillərdir. Ürək boş-boşuna zəif döyünməz və ürək boş-boşuna tez də döyünməz. Səbəbi axtarıb tapmaq lazımdır ki, nədən bu baş verir? Onun qabağını alınıb və normal həyatı sürdürmək tövsiyə olunur. Burada bir şey də vurğulamaq istəyirəm ki, insanoğlu yatdığı zaman ürək döyüntüsü təxminən 20-30% sayı azalır. Deyəm ki, bu insanda uşaqda ürək döyüntüsü 50-dirsə, zaten normal deyil. Yatdığı zaman bu düşəcək 40-lara. Bu da xoş bir şey deyil. Yəni, ürək döyünməsindən gətirib çıxara biləcək qədər faktorlar var. Ona görə də bunları nəzərdə saxlamaq, yəni elə bir zəiflik varsa, həkimə müraciət etmək tövsiyə olunur. Bu tür videonun davamı gəlmək istəyir izləyicilər. Xahiş edirəm səhifəmizə abunə olun. Şərh bölmənizə məntiqli suallarınızı verin. Çünki biz tək ki, sizlər çoxsunuz. Hər suala cavab verə bilmirik. Məntiqli suallara olmasını xahiş edirəm olsun ki, bizlərimizdən gələn dəstək verək.